Bugün Marniuli şəhərində yerləşən Mərkəzi İmam Əli məscidində baş tutan cümə namazında iştirak edən İran İslam Respublikasının Gürcistandakı fövqəladə və səlahiyyətli səfiri Mahmud Ədibi cümə namazından sonra Aktualci xəbər portalının İsrail-İran müharibəsi ilə əlaqədar bir sıra suallarını cavablandırıb. Müharibənin 8-ci günündə baş verənlərlə bağlı İranlı diplomat qeyd edib ki, İranın özünü müdafiə etmək hüququ var və İsrailə İran tərəfindən atılan raketlərin qanuni olduğunu vurğulayıb. دانید که ما در آستانه درمیانه مذاکرات بودیم و در حالی که Bildiyiniz kimi İran və ABŞ arasında nüvə məsələsində bir neçə aydır ki, müzakirələr gedir və bu müzakirələr artıq 6-cı mərhələyə çatmışdı. Və 6-cı mərhələ başlamaq üzrə idi ki, İsrail rejimi anidən və qafildən İran İslam Cumhuriyyətinə hücum etdi və bu hücumun nəticəsində təəssüflər olsun ki, bizim bir neçə rəsmi məqamımız, nüvə alimimiz, eləcə də uşaqlarımız və qadınlarımız həyatlarını kaybetdilər və şəhid oldular. Bu hücum bütün dünya müqavilələri və qanunlarına ziddidir. Ona görə də İran İslam Cumhuriyyəti bu hücuma qarşılıq cavab verməlidir və cavab da bütün müqavilələrə və bütün beynəlxalq qanunlarına da uyğundur. Ümid edirik ki, bu müharibə, bu qasıbkar və qəddar rejimin inşallah sonunu gətirsin və bütün müsəlmanlar bunların hiləsindən və bunların zülmündən inşallah azad olur. O, müharibənin İran sərhədləri daxilində məhdudlaşmasının yalnız İsrail və Amerikanın rəftarından asılı olduğunu bildirib. Bu bir ciddi bir dövüştür ki, bunun İran sərhədlərində sınırlanması və məhdud qalması İsrailin və Amerikanın rəftarına bağlıdır. Həm İsrailə, həm Amerikaya, həm də onun dəstəkçilərinə biz bu konuda ciddi uyar vermişik. Yəni, İran millətinin haqqı var, özündən difa eləsin, özünü savunsın və bu məsələdə çox ciddidir. Diplomat Gürcistan müsəlmanlarına təşəkkür edərək bu çətin zamanda İran xalqının yanında olduqlarını və göstərdikləri dəstəyə görə minnətdarlığını bildirib. Mən istəyirəm bu fürsətdən istifadə edəyəm və Gürcistanda yaşayan müsəlmanlardan və dini camiədən, məxsusən alimlərdən və din alimlərindən təşəkkür edirəm ki, bu məsələdə çox ciddi şəkildə İran millətinin yanında oldular və məzlumları yanında oldular və zalimləri qınadılar və onları məhkum elədilər. Ümidimiz var ki, gələcəkdə də İranla Gürcistan milləti keçmiş təcrübələrdən istifadə edərək inşallah bir-birlərinin yanlarında olsunlar.